Allah'a and olsun. İndi bu biri var işləməyən, bir də var. Bax, təmizlədib yığmışam. Bu yolun qırağı bax hamısı. Ha. Təmizlədib yığmışam ora bax. Hamısı yolun içindəydi bax bu zibillər. Onları o buradan çıxartmaq mümkün değil mi? Çıxartdıracağım, ben ötər yeri şu olar. Ha, bunlar bak buradan çıxarılsa lap güzel olacaktı. Bunları Önümüzde çıxartdıracağım hamısı. Belə açıklama verilecek, narahat olma inşallah. Hal-hazırda. Bizim buna toxunmağa ixtiyarımız yok. Bilmem yaşıl ağaçlara yok. Bizim toxunmağa Siz quru zibili biz quru götürməlisiniz. zibil. Bunun içi doğrayıb töküblər. Bu indi özləri də gəlib aparacaq. Bu yaşıllaşdırmanın işidir. Oldu hörmətli Mərkəzi Aran Regional Təşkilatının sədrləri, hörmətli izləyicilər, bildirmək istəyirəm ki, hal-hazırda bələdiyyəmiz buyurur ki, bu yaşıl ağaçlara toxunmağa tamamilə doğrudur. Toxunma ixtiyarları yoxdur. Onu Yaşıllıq İdarəsi həll eləyəcəkdir. Amma quru ağaçlar zibil şəklində dəstələnmiş zibil sayılan nə varsa hamısını götürdürməyə söz verdi. Hər şey öz qaydasına düşəcəkdir. Yəni bugünkü gün bələdiyyəmiz Xəyal müəllim hamısını söz verdi. İnşallah hər şey yaxşı olacaq. Mən gəl daşlarını yoxun üstüne. Görsən də buralarda traktörlər mən işləmişəm. Bax buralarda. Görsən bax bu təzəllərin hamısını buradan mən çıxartmışam. Daşlarını üstüne var. Buralar hamısı Allah'ın olsun buradan neçə qamaz zibil çıxartmışam. Görsən traktörün izləri hamısı təzə işləyib var. Görsən də bax. Deyə bax buranı, oranı, onun içini hamısı mənim əl işlər. İşığı bax çəkdirib bura görsən. Gətirib qəbirstanlığa işıq çəkmişəm bura. Hamısı mənim işlərim, qardaş. Görsən burada nə qədər işləyir. Bura bilirsən də özün görmüşsün, bura təzəl edir. Deyə indi çölünü təmizlədirəm. Bax, o tutsun, bax, orada görsən o tutsun, bax. Hamısı Allah'ın başına mənim işlərim. Bir gün belə gələndən dayanmayacaq. İdarənin qabağını görmüsən, köhnə bizim Səhvozun idarəsinin qabağını. Yox. İndi bir ora hərdən bir ora bax. 40 maşın ora torpaq döymüşəm. O yurğunluğun təmiz, ətrafını təmiz düzəltmişəm. O arxa zibili şoranlığı idarənin dalın. İdarənin qabağındakı o gedəndəki belə şoranlıq var idi, idarənin qabağı. O tutqalarla idarənin arası. Su yığıntısı var idi ora. İndi gedəndə inşallah ki, oranı çəkib baxarsın. Gəlir çəkərəm, oranı çəkərəm, narahat olma. Hər gün qəbirstanlıqdayım. Dünən mən 2 saat burada olmuşam. Şəhidlərin üstünü təmizlədim.